hər vaxtınız xeyir. Azərbaycan 1917-ci il fevral inqilabından sonraki dövrdə mövzusunu sizə video izah formasında danışıb anlatmağa çalışacağım. İnanıram ki, sizin üçün xeyirli olar. Birinci Dünya müharibəsi Rusiya imperiyasının xeyli zəifləməsinə səbəb oldu. Hakimiyyəti bacarıqsızlıqda ittiham edən siyasi müxalifətin hakimiyyət uğrunda mübarizəsi sonda uğurla nəticələndi. Lakin yeni siyasi qüvvələr də imperiyanın güclənməsinə nail ola bilmədi. Əsarət altına aldığı xalqların, o cümlədən Azərbaycanlıların milli azadlıq mübarizəsinin genişlənməsi imperiyanın dağılmasını sürətləndirdi. Rusiyada fevral inqilabı və Şimali Azərbaycan. Rusiyanın paytaxtı Petrogradda 1917-ci ilin fevralında baş vermiş inqilab haqqında xəbər Bakıya martın 2-də çatdı. Azərbaycan cəmiyyətinin bütün təbəqələri bu hadisəni, xüsusilə hökumətin siyasi məhbuslara amnistiya verməsini böyük sevinclə qarşıladılar. Azərbaycanın görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə yazırdı. 1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətlərə də muxtariyyət verəcəkdir. Müvəqqəti hökumət Rusiyada yaşayan bütün vətəndaşların dini və milli zəmində ayrı-seçkiliyini qadağan edən bəyannaməsini elan etdi. Novruz bayramı münasibətilə təşkil olunmuş təntənəli ziyafətdə Bakının 30 müsəlman ictimai təşkilatı adından müraciət qəbul edildi. Sənəddə müvəqqəti hökumətin bəyan etdiyi demokratik ideyaların sarsılmazlığına inam bildirilirdi. Yerli hakimiyyət orqanlarının yaradılması. 1917-ci ilin fevral inqilabı Rusiyada mütləq monarxiyaya, Romanovlar sülaləsinin hakimiyyətinə son qoydu. Çar II. Nikolay taxtdan salındı. Bu hadisə Rusiyanın bütün müstəmləkələrində, o cümlədən Şimali Azərbaycanda böyük sevinclə qarşılandı. Molla Nəsrəddin jurnalı mütləqiyyətin devrilməsini xalqımız üçün xoşbəxtlik hesab edirdi. İnqilab nəticəsində Rusiyanı idarə etmək üçün müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumət Qafqaz canişinliyini ləğv etdi. Onun yerinə xüsusi Cənubi Qafqaz komitəsi yaradıldı. Komitənin tərkibinə 4-cü Dövlət Dumasına Cənubi Qafqazdan seçilmiş yerli nümayəndələr daxil edir. Xüsusi Cənubi Qafqaz komitəsində Azərbaycanlı əhalini Məmməd Yusif Cəfərov təmsil edirdi. 1917-ci ilin martında müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı, İctimai Təşkilatların İcraya Komitəsi yaradıldı, yəni İTİK yaradıldı. Şimali Azərbaycanın qəza və şəhərlərində İcraya komitələri təşkil olundu. İnqilabi proseslərin sürətli gedişi dövründə bölgədə gerçək siyasi hakimiyyətin yaradılması üçün xüsusi Cənubi Qafqaz komitəsinin səyləri səmərəli deyildi. Siyasi partiyalar, milli şuralar və ictimai təşkilatlar əksər hallarda yerli problemlərin həllini öz üzərinə götürürdü. Mühüm sənaye mərkəzlərində yaradılmış fəhlə deputatlar sovetlərinin güclənməsi isə əslində bütün Rusiyada olduğu kimi bölgədə də iki hakimiyyətliyə səbəb olmuşdur. Bəli, fevral burja inqilabından sonra Rusiyada və Rusiyanın bölgələrində iki hakimiyyətlilik yaranmışdı. İki hakimiyyətlilik dedikdə iki qüvvənin hakimiyyətdə olması nəzərdə tutulur. Bu iki qüvvə kim idi? Hakimiyyəti ələ keçirmiş, yəni müvəqqəti hökuməti yaratmış burja nümayəndələri, Rusiya burjaziyası və yerlərdə hakimiyyətdə olan bolşeviklər, sovetlər Rusiyada iki hakimiyyətliyə səbəb olmuşlar. Martın 4-də Bakı Şəhər Dumasının təşəbbüsü ilə yaradılan İctimai Təşkilatların İcraya Komitəsi, yəni İTİK, əslində müvəqqəti hökumətin Bakıda yerli nümayəndəliyinə çevrildi. Tərkibinə şəhərdəki bütün siyasi qüvvələrin, təmsilçilərinin daxil edilməsi onun fəaliyyətinə yekdil qərarın qəbul edilməsinə ciddi çətinliklər yaradırdı. Şəhər əhalisinin əksəriyyətinin Azərbaycanlılardan ibarət olmasına baxmayaraq, komitəyə qeyri-Azərbaycanlılar rəhbərlik edirdilər. İcraya komitəsinə Azərbaycanlı əhalinin təmsilçilərindən Məhəmməd Həsən Hacınski və Məmməd Əmin Rəsulzadə də daxil oldular. İcraya komitəsi Bakı Sənaye rayonunda 8 saatlıq iş günü sahibkarlar və fəhlələr arasında barışıq komissiyalarının yaradılması haqqında qərarlar qəbul etdi.
Fevral inqilabından sonra Milli Azadlıq Hərəkatının əsas vəzifələri bunlar idi. Birinci, müvəqqəti hökumətin Azərbaycan xalqına münasibətdə yeritdiyi milli ayrıseçkilik siyasətinin qarşısını almaq. 2. Rəhbər heyəti rus və ermənilərdən ibarət olan Bakı Sovetinin xalqımızın milli mənafeyinə zidd olan fəaliyyətinə qarşı mübarizə aparmaq. 3. Azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımların qarşısını almaq. Fevral inqilabının yaratdığı imkanlardan Bakıdakı digər siyasi qüvvələr də istifadə etməyə başladılar. Belə qüvvələrdən biri Rusiya Sosial Demokrat Fəhlə Partiyasının yerli təşkilatını təmsil edən bolşeviklər idi. Bolşeviklər Azərbaycanlılara qarşı vahid və bölünməz Rusiya ideyasını təbliğ edən SR və menşeviklərlə, həmçinin daşnaqlarla bir cəbhədə çıxış edirdilər. Bu antimilli qüvvələr xalqımızın azadlıq mübarizəsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Onlar 1917-ci ilin martında Bakıda yenidən Fəhlə Deputatları Soveti, Bakı Sovetini yaratdılar. Bu qurumun rəhbərliyində bir nəfər də olsun Azərbaycanlı yox idi. Bakı Sovetinə xalqımızın qəddar düşməni Stepan Şamyan rəhbərlik edirdi. O, Müsavat Partiyasının Azərbaycanlı əhali içərisində çox böyük nüfuza malik olmasından bərk narahat idi. Çünki bu partiya 1917-ci ilin payızında Bakı Sovetinə seçkilərdə bolşeviklərdən dəfələrlə çox səs toplamışdı. Lakin Müsavat Partiyasının rəhbərliyi Bakı Sovetində xalqımızın düşmənləri ilə işləməkdən imtina etdi və Bakı Soveti bolşevik daşnaq qüvvələrinin nəzarətində qaldı. 1917-ci ilin oktyabrında Müsavat Partiyasının birinci qurultayında ilk məqsədi Rusiya tərkibində ərazi muxtariyyətinə nail olmaq, son məqsədin isə müstəqil Azərbaycan dövləti yaratmaq olduğu bildirildi. Xalqımızın qabaqcıl nümayəndələri 1917-ci ildə bu çətin vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvələri birlikdə hərəkət etməyə çağırırdılar. Martın əvvəllərində yenidən fəaliyyətini bərpa etmiş Bakı Fəhlə Deputatları Sovetinin ilk iclası keçirildi. Burada Azərbaycanın milli siyasi qüvvələri təmsil olunmamışdı. Bolşeviklərdən fərqli olaraq menşeviklər müvəqqəti hökumətin müharibənin davam etdirilməsi ilə bağlı qərarını dəstəkləyirdilər. Bolşeviklər isə hakimiyyətin dərhal Sovetlərə keçməsinə tələb edirdilər. Bakıda fəaliyyət göstərən bütün sosialist partiyaları, menşeviklər, bolşeviklər və SR-lər Azərbaycanlıların siyasi və ictimai təşkilatlarını siyasi proseslərdən təcrid etməyə, uzaqlaşdırmağa çalışırdılar. Bu partiyalar müsəlmanların yerli özündarı orqanlarında əhalinin sayına mütənasib qaydada iştirakının əleyhinə idi. Yəni, əhalinin sayına mütənasib qaydada iştirak nə deməkdir? Azərbaycanlıların sayı çoxluq təşkil etdiyindən Azərbaycanlıların daha çox nümayəndəsi təmsil olunmalı idi. Digər xalqların sayı az olduğundan onların nümayəndələrinin sayı az olacaqdı. Amma bunun əleyhinə idi həmin orqanlar. Bakı Ərzaq Komitəsinə keçirilən seçkilərdə Azərbaycanın milli siyasi qüvvələrini qazandığı qələbələr sosialistləri ciddi narahat etməyə başlamışdı. Bakı Fəhlə Deputatları Sovetinin yaradıcıları, üzvləri əsasən bolşeviklər, menşeviklər, SR-lər və daşnaqlar idi. Bu qüvvələr, siyasi qüvvələr əslində bir-birinə ziddirlər. Xüsusilə SR, menşevik və daşnaqlar bolşeviklərə qarşı eyni cəbhədən çıxış etmirdilər. Onları birləşdirən Azərbaycanlılara qarşı, müsəlman əhaliyə qarşı olan nifrətləri, iddiaları idi. Sonraki siyasi gedişlər göstərəcək ki, yəni bu qüvvələr əslində bir-birinə qarşı olan qüvvələr idilər. İnqilabdan sonra Rusiyanın bir çox sahələrində olduğu kimi Bakı və Yezbetpolda da, yəni Gəncədə də yerli hakimiyyət orqanları ilə yanaşı ictimai təşkilatları və siyasi partiyaları özündə birləşdirən milli şuralar və komitələr yaranmağa başlamışdı. Martın 27-sində Bakıda Azərbaycanın İctimai Təşkilatları Şurasının toplantısında Məhəmməd Həsən Hacınskinin sədrliyi ilə Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin Milli Bürosu yaradıldı. Şuranın Müsəlmanlara adlı müraciətində fevral inqilabı və müvəqqəti hökumət alqışlanır
Hamının onun müdafiəsində durmasının vacibliyi qeyd olunurdu. Şuranın və komitənin işində açıq fəaliyyətə keçən Müsavat Partiyasının üzvləri də fəal iştirak edirdilər. Partiyanın Açıq Söz qəzeti Şuranın rəsmi nəşr orqanına çevrildi. 1917-ci ilin martın sonlarında Gəncədə Nəsib bəy Yusifbəylinin başçılığı ilə Türk Ədəm Mərkəziyyət Partiyası yaradıldı. Əvvəllər fəaliyyət göstərmiş Qeyrət Partiyasının siyasi proqramından çıxış edən bu partiya Demokratik Rusiya hüdudlarında, yəni sərhədləri daxilində Federativ Respublikanın yaradılması ideyasını müdafiə edirdi. Partiyanın təşkil etdiyi mitinqlərdə Yaşasın Azərbaycan muxtariyyəti şüarı irəli sürülürdü. Bununla da Azərbaycan məfhumu tədricən siyasi məna kəsb etməyə başladı. 1917-ci ilin iyulunda Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin tərkibi yeniləndi və Əlimərdan bəy Topçubaşov onun sədri seçildi. Komitənin keçirdiyi çoxsaylı mitinqlərdə hakimiyyətin bütün orqanlarında müsəlmanların geniş təmsil olunmalarının vacibliyi qeyd edilirdi. Qafqaz müsəlmanlarının qurultayı 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında Məhəmməd Əmin Rəsulzadə çağırılacaq Ümumrusiya Müəssislər Məclisində Rusiya müsəlmanlarının ərazi muxtariyyəti verilməsini tələb olaraq irəli sürdü. Federativ əsaslarla Demokratik Respublika Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən forma kimi tanınsın. Milli Hərəkatın digər görkəmli xadimi Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanlarına müraciət edərək onların Müəssislər Məclisinə seçkilərdə birlikdə hazırlaşmağa çağırdı. Rusiya müsəlmanlarının Moskva qurultayı 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskva qurultayında Azərbaycanın təmsilçilərinin israrları nəticəsində müsəlman millətlərin mənfəətlərini saxlamaq üçün ən uyğun idarə üsulu milli mədəni muxtariyyəti verən xalq cumhuriyyətidir müddəasının əks olunduğu qətnamə qəbul edildi. 1917-ci ilin iyununda eyni proqramla çıxış edən Müsavat və Türk Ədəmi Mərkəziyyət partiyalarının birləşmələri nəticəsində meydana çıxmış Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası Azərbaycanın siyasi həyatında milli siyasi qüvvəyə çevrildi. Türkçülük mövqeyindən çıxış edən bu partiyadan fərqli olaraq, hələ 1905-ci ildə Azərbaycanlı ziyalıların da fəal iştirakı ilə yaradılmış Rusiyada Müsəlmanlıq İttihad Partiyası müsəlman xalqlarının dini zəmində birliyinin yaradılmasını tələb edirdi. Kornilov qiyamının nəticəsi 1917-ci ilin yayı və payızında Rusiyada inqilabı çıxışların genişlənməsi Cənubi Qafqazın və Şimali Azərbaycanın daxili siyasi vəziyyətinə ciddi təsir göstərdi. Avqustun sonlarında Rus qoşunlarının ali baş komandanı General Kornilov zəiflikdə ittiham etdiyi hökumətə qarşı qaldırdığı hərbi qiyam Şimali Azərbaycanın bütün siyasi qüvvələri tərəfindən pisləndi. Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsi müvəqqəti hökumətin müdafiə olunması haqqında qərar qəbul etdi. Bakının müsəlman əhalisinin Təzəpir məscidində və Suraxanıda keçirdiyi mitinqlərdə qiyamda iştirak etmiş vəhşi diviziyanın mövqeyi etirazla qarşılandı. Beləliklə, Rusiya fevral inqilabından sonra Şimali Azərbaycanın Milli Azadlıq Hərəkatı təşkilatı cəhətdən formalaşdı və onun keyfiyyətcə yeni əsasda siyasi proqramı tərtib edildi. Bakı və Şimali Azərbaycanın digər mühüm sənaye mərkəzlərindən fərqli olaraq müsəlman kəndlərində inqilabi və milli azadlıq hərəkatları demək olar ki, müşahidə olunmurdu. Burada əhalinin əksəriyyətinin savadsızlığı, yerlərdə iri mülk sahiblərinin və ruhanilərin güclü nüfuza malik olmaları səbəbindən demokratik ideyaların təbliği gözlənilən nəticəni vermirdi. Rusiyada Oktyabr çevrilişi və Şimali Azərbaycan. Şimali Azərbaycanın milli təşkilatları müvəqqəti hökumətin fəaliyyətindən də xeyli narazı olduqları üçün bolşeviklərin Oktyabrın 25-də Petrogradda hakimiyyəti ələ keçirmələrini ümumən rəğbətlə qarşıladı. Digər tərəfdən Sovet hökumətinin ölkənin müharibədən çıxmasına
və kəndlilərə torpaq veriləcəyinə dair qərarları Şimali Azərbaycanda yerli hakimiyyətə müsbət münasibətin formalaşmasına təsir göstərdi. Lakin oktyabrın 27-sində keçirilən Bakı Sovetinin fövqəladə iclasında SSR, menşevik və daşnaklar Petrogradda baş vermiş bolşevik çevrilişinin əleyhinə qətnamə qəbul etdilər. Həmin iclasda bolşeviklərin müqavimətinə baxmayaraq Bakıda Ali Dövlət Hakimiyyət Orqanı qismində İctimai Təhlükəsizlik Komitəsinin yaradılması qərarı alındı. Bolşeviklər buna etiraz olaraq Sovetlərin hakimiyyətinin gücləndirilməsini tələb etdilər. Onlar Bakı Sovetinin oktyabrın 31-də keçirilən geniş tərkibli iclasında Təhlükəsizlik Komitəsinin ləğv edilməsinə nail oldular. Noyabrın 2-sində Bakı Sovetinin iclasında şəhərdə Ali Hakimiyyət Orqanı kimi bolşeviklər Bakı Sovetini elan etdilər. İctimai Təşkilatların İcra Komitəsi və Bakı Şəhər Dumasının mövcudluğu onun, yəni Bakı Sovetinin tək hakimiyyətliyinə mane olurdu. Noyabrın 22-sində İTİK-in ləğvindən sonra Bakı Sovetinin yeganə rəqibi Şəhər Duması idi. İTİK, yəni İctimai Təşkilatların İcra Komitəsi, hansı ki müvəqqəti hökumətin Bakıda olmuş yerli orqanıdır. 1917-ci ilin martın 4-də yaradıldı. 1917-ci ilin noyabrın 22-sində artıq öz fəaliyyətini dayandırdı. Azərbaycanlı nümayəndələrin Cənubi Qafqaz Komissarlığında fəaliyyəti. Oktyabr çevrilişi nəticəsində xüsusi Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırdı. Cənubi Qafqazın siyasi qüvvələri 1917-ci il noyabrın 11-də Tiflisdə keçirdikləri müşavirədə Azərbaycanlı, Gürcü və erməni siyasi xadimlərinin təmsil olunduqları Cənubi Qafqaz Komissarlığı adlanan yeni bir hökumət yaratdılar. Müəssislər Məclisində hakimiyyət məsələsinin həllinə kimi yerli özündarı orqanı qismində yaradılmış komissarlıq cari sosial-iqtisadi və hərbi vəziyyətin nizamı salınmasına çalışırdı. Cənubi Qafqaz Komissarlığının xarici siyasət sahəsində ilk müstəqil addımı 1917-ci il dekabrın 5-də Osmanlı dövləti ilə Ərzincan barışığının imzalanması oldu. Barışığa görə Qafqaz cəbhəsində hərbi əməliyyatlar dayandırıldı. Şərqi Anadolunu işğal etmək üçün Rus qoşunları bölgədən tamamilə çəkildi. Həmin qoşunların tərkibində çoxlu sayda erməni və Gürcü hərbi dəstələri var idi. Rus qoşunları cəbhəni tərk edərək silah sursatının çox hissəsini onlara, yəni erməni Gürcü hərbi dəstələrinə verirdilər. Rusların silah verdiyi dəstələrdən birinə Türk müsəlman əhalisinə qarşı vəhşiliklər törətməsi ilə məşhur olan qulaqkəsik Andranik başçılıq edirdi. Bakı-Tiflis dəmir yolu ilə cəbhədən qayıdan Rus hərbi hissələri yol boyu Azərbaycan kəndlərinə ciddi ziyan vururdular. 200 Türk müsəlman kəndini tamamilə dağıtdılar. Əhalisini soyub taladılar. Cəbhədən dönən Rus hərbi dəstələri yalnız xristian yaşayış məntəqələrinə toxunurdular. Çoxlu sayda Rus əskəri və zabiti mərkəzi Rusiyaya qayıtmayıb, Bakı Sovetində hərbi qulluğa girdi. Və sonra da mart soyqırımında onlar da iştirak edəcəklər. Cənubi Qafqazda silahsız qalan yalnız Azərbaycanlı əhali idi. Şəmkir hadisələri. Azərbaycanlı siyasi xadimlərin tələbi ilə Cənubi Qafqaz Komissarlığı cəbhədən qayıdan Rus hərbi dəstələrindən birinin Şəmkir stansiyasının tərk silah edilməsi, yəni silahların əlindən alınması və bütün silahlarının Azərbaycanlılara təhvil verilməsi haqqında qərar qəbul etdi. Şəmkirdə silahları təhvil vermək istəməyən Rus hərbiçiləri ilə Azərbaycanlılar arasında 1918-ci ilin yanvar ayında silahlı toqquşma oldu. Rus əskərləri zor gücünə tərk silah edildilər. Milli hərbi qüvvələrin yaradılması. Azərbaycan xalqına düşmən olan bütün qüvvələr, xüsusilə bolşeviklər və daşnaklar çoxlu hərbi dəstələr yaratdılar. Bakı Sovetinə bağlı olan dəstələr Rusiyanın Qafqaz cəbhəsini və İranı tərk edən Rus ordu hissələrinin hesabına sürətlə silahlanırdılar. Stepan Şamiyanın başçılıq etdiyi Bakı Soveti Azərbaycanlılara qarşı milli qırğın hazırlayırdı. Xalqımızın başı üzərindəki bu təhlükənin qarşısını almaq üçün təcili olaraq milli hərbi qüvvələr yaradılmalı idi. Ona görə də
Azərbaycanın vətənpərvər qüvvələrini birləşdirən Müsəlman Milli Şuraları milli hərbi dəstələrin yaradılmasına başladı. Oktyabr çevrilişindən sonra vətənə qayıtmış Tatar Süvari Alayı Müsəlman Milli Korpusunun özəyini təşkil etdi. Eyni zamanda Bakıda, Gəncədə, Lənkəranda müsəlman hərbi hissələrinin təşkil edilməsinə, Azərbaycanlı gənclərdən zabit kadrların hazırlanmasına başlandı. Hərbi qüvvələrin yaradılmasında əsas çətinlik silah çatışmazlığı idi. Gəncə Milli Şurası şəhərdə yerləşən Rus alayını və Qafqaz cəbhəsindən qayıdan bir neçə hərbi qatarı tərksilah etdi. Nəticədə müəyyən qədər silah və sursat ələ keçirildi. Azərbaycan nümayəndələrinin Cənubi Qafqaz Seymində fəaliyyəti. 1918-ci ilin fevralında Cənubi Qafqaz Seymi fəaliyyətə başladı. Cənubi Qafqaz Seymi fəaliyyətə başlayandan sonra Cənubi Qafqaz Komissarlığı öz işini dayandırdı. Azərbaycanın siyasi qüvvələri Cənubi Qafqazın ali qanunverici hakimiyyət orqanı olan Seymdə 44 deputatla təmsil olunmuş və ayrıca fraksiya yaratmışdılar. 1918-ci ilin martın 3-də Sovet Rusiyası ilə Almaniya və müttəfiqləri arasında Brest-Litovsk sülh müqaviləsi bağlanması Cənubi Qafqazda mövcud siyasi vəziyyətə ciddi təsir göstərdi. Brest-Litovsk müqaviləsi. Müqavilənin şərtinə görə Rusiya 40 il öncə Osmanlı dövlətindən qopardığı Qars, Ərdahan və Batum vilayətlərini geri qaytarmalı idi. Bu şərt Seymdəki Gürcü və erməni nümayəndələrini bərk təşvişə saldı. Onlar bu qədim türk torpaqlarını quracaqları dövlətlərin tərkibində görmək arzusunda idilər. Tezliklə Seymin Azərbaycanlı, Gürcü və erməni nümayəndələrindən ibarət heyəti Trabzonda Osmanlı dövlətinin təmsilçiləri ilə sülh danışıqlarına başladı. Osmanlı dövləti Seym qarşısında iki əsas tələb qoydu. 1. Seym Cənubi Qafqazın müstəqilliyini elan etsin. 2. Qars, Ərdahan, Batum vilayətləri dərhal boşaldılsın. Brest-Litovsk müqaviləsinin şərtində göstərilir ki, Rusiya 40 il öncə Osmanlı dövlətindən qopardığı Qars, Ərdahan və Batumu Osmanlıya geri qaytarmalı idi. 40 il öncə baş verən hadisə 1878-ci il Berlin Konqresi idi ki, Berlin Konqresinin qərarlarına görə Qars, Batum, Ərdahan Rusiyaya verilmişdi. 1918-ci il mart ayının 3-də bağlanan Brest-Litovsk müqaviləsinə görə isə bu ərazilər Osmanlı dövlətinə qaytarılırdı. Seymin Gürcü erməni çoxluğu bu tələbləri rədd etdilər. Cənubi Qafqaz nümayəndə heyəti Trabzon sülh konfransını yarımçıq tərk etdi. Erməni və Gürcü fraksiyalarının tələbi ilə Seym Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Bu qərara qəti etiraz edən Azərbaycan fraksiyasının mövqeyi isə nəzərə alınmadı. Osmanlı hərbi qüvvələri ilə bir neçə gün döyüşən erməni-Gürcü hərbi qüvvələri ağır məğlubiyyət uğradı. Nəticədə Seym Osmanlı dövlətinin hər iki tələbini qəbul etdi. Seymin 1918-ci il aprelin 22-sində keçirilən iclasında müstəqil Cənubi Qafqaz Federativ Demokratik Respublikası yaradıldığı elan edildi. Osmanlı dövləti ilə yenidən danışıqlar aparılması üçün Batumda sülh konfransı çağırılması təklifi qəbul olundu. Bakı Sovetinin fəaliyyəti. Dekabrın 12-si və 13-də Bolşeviklər hazırladıkları yeni seçki qaydası əsasında Bakı Sovetinə keçirilən seçkilərdə qalib gəldilər. Bakı Bolşeviklərin hakimiyyəti Bakı qarnizonunun hərbi qüvvələrinə arxalanırdı. Sovet Rusiyası Bakıda hakimiyyəti gücləndirməklə yanaşı, həm də bütün Cənubi Qafqazı nəzarət altına almağa çalışırdı. Bu məqsədlə Lenin 1917-ci il dekabrın 18-də erməni bolşeviklərindən olan Stepan Şamyanı bölgəyə Sovet Rusiyasının fövqəladə komissarı təyin etdi. Noyabrın 26-sında Müəssislər Məclisinə keçirilən seçkilər bolşeviklərin Cənubi Qafqazda sosial bazalarının məhdud olduğunu göstərdi. Burada seçicilərin əksəriyyəti öz səslərini milli partiyalara vermişlər. Hətta sosial dayaqlarının güclü olduğu düşünülən Bakı bolşeviklərinə seçicilərin yalnız 20% səs vermişdi. Beləliklə,
1917-ci ildə Rusiya imperiyasında baş vermiş siyasi dəyişikliklər Azərbaycanlıların milli azadlıq uğrunda hərəkatının daha kütləvi xarakter almasına səbəb oldu. Azərbaycanın milli siyasi qüvvələri yaranmış tarixi şəraitdə milli muxtariyyət ideyasının həyata keçiriləcəyinə ümid edirdilər. Bu 1917-ci il üçün xüsusiyyətidir. 1918-ci ilin mart soyqırımı Azərbaycanlıların muxtariyyəti olan ülkələrin üstünə xətt çəkəcək və Azərbaycan müstəqillik uğrunda mübarizəyə başlayacaq. Bu dövrə aid bəzi xronoloji hadisələri qeyd etmək istəyirəm. Demək, Qafqaz canişinliyi 1844-cü ildə yaranmışdı, 1883-cü ildə ləğv edilmişdir. İkinci dəfə Qafqaz canişinliyi 1905-ci il 29 fevralda yaradıldı. Bu 1905-6-cı illər erməni-müsəlman davası ərəfəsində gedişində daha doğrusu yaradılmışdı. 1917-ci ilin 9 martında Qafqaz canişinliyini xüsusi Cənubi Qafqaz Komitəsi əvəz etdi və xüsusi Cənubi Qafqaz Komitəsi də müvəqqəti hökumətin orqanı idi. 1917-ci ilin 11 noyabrında öz fəaliyyətini dayandırdı. Xüsusi Cənubi Qafqaz Komitəsinin Cənubi Qafqaz Komissarlığı əvəz edib 1917-ci ilin 11 noyabrından 1918-ci il 10 fevralına qədər mövcud olub Cənubi Qafqaz Komissarlığı. Cənubi Qafqaz Seymi o da komissarlığı əvəz eləmişdi 1918-ci il 10 fevraldan 1918-ci il mayın 26-sına qədər mövcud olub. Mayın 26-sında Cənubi Qafqaz Seyminin üzvü olan Gürcülər Seymi tərk edəcəklər. Bununla da Cənubi Qafqaz Seymi artıq öz fəaliyyətini dayandırmış olacaq. Bakı Fəhlə Deputatları Soveti də 2 dəfə yaradılıb. 1905-ci ilin 25 noyabrında və yaradılıb 1906-cı il 23 fevralında fəaliyyəti dayandırılmışdı. Yenidən Bakı Fəhlə Deputatları Soveti 1917-ci il fevral inqilabından sonra, yəni martın 6-sında yaradıldı. 1918-ci il 31 iyulda artıq fəaliyyəti sonlandı. Bakı Fəhlə Deputatları Soveti 1918-ci ilin aprel ayında Bakı Xalq Komissarları Soveti adlanmağa başlayacaq ki, ona Şamiyan rəhbərlik edirdi. 31 iyulda Xalq Komissarları Soveti istefa verməsilə Bakı Fəhlə Deputatları Soveti də öz fəaliyyətini dayandırmış olacaq. Bu qədər. Sağ olun. Hamınıza uğurlar arzulayıram.